Sumqayıt şəhər Səmədvorun küçəsində dəhşətli partlayış hadisəsi baş verib. Hadisə hazırda qarşısında dayandığım bax bu müəssisədə qeydə alınıb. Belə ki, hadisə nəticəsində 3 nəfərin müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilir və xəstəxanaya yerləşdirildiyi qeyd olunur. Onu da qeyd edim ki, bura almatır sıxıdır və əməkdaşlar orada çalışan zaman texniki nasazlıq olub və partlayışa səbəb olub və onu da qeyd edim ki, hazırda bununla bağlı araşdırma aparılır. İlkin məlumatlara görə sexdə quraşdırılmış sobanın partlaması nəticəsində orada fəhlə işləyən 32 yaşlı Elməddin İsmailov, 37 yaşlı Ceyhun Davidov və 29 yaşlı Coşqun Məmmədov müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Hadisədən dərhal sonra yaralılar tibb müəssisəsinə çatdırılıb və onlara zəruri tibbi yardım göstərilib. Xəstəxanadan bildirilib ki, xəsarət alanlardan 2 nəfər gecə saat 22:00 və 23:00 radələrində Baku Medical Plaza'nın Baku filialına hospitalizasiya olunub. Hazırda pasientlərin vəziyyəti ağır qiymətləndirilir və onların müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Digər yaralı isə Sumqayıt Hospitalına yerləşdirilib. Adı çəkilən müəssisənin rəhbəri Fərid Həsənov isə bildirib ki, baş vermiş hadisə hazırda araşdırma mərhələsindədir. Hər vaxtınız xeyir olsun. 7 dənə televiziyadır. Bax burada sizi gözləyirdik. Deyəsən siz zavod əməkdaşısınız. Mən hal-hazırda müəssisədə deyiləm. Bəli. Gəlin sizə qısaca bir məlumat verim ki, aydın olsun, siz də çox gözləməyəsiniz. Buyurun. Dünənləri axşam radələrində bizim müəssisəmizdə texniki insident baş verir. 3 nəfər əməkdaşımız xəsarət alıblar. Bizdə 24 saat təcili yardım öz ərazisində olduq. Dərhal əməkdaşları biz yerləşdirilmiş xəstəxanaya. Hal-hazırda da həkimlər nəzarət altındadılar. Buyurun. Nədən baş verib bu hadisə, nədir səbəb? O partlayış deyəndə bizdə adımlar partlayış, amma sıçrama olur bu metalın əritməsindən. Texniki araşdırma aparılır. Yəni nəticə olmadan mənim özümə də bu dəqiqə cavab vermək biraz çətindir. Həm daxili, həm də belə indi araşdırma gedir. Əsas odur ki, ölüm itim yoxdur. Bu əsas amillərdən biridir. Və bu işçi səhlənkarlığıdır, yoxsa yox? Yox, işçi səhlənkarlığı deyil. Zaten bizdə belə deyim də, peçlərin üstündə heç adam da demək olar ki, olmur. Amma sıçrama nəticəsində belə deyim də, bəzi əməkdaşlarımıza gəlib o da çatır. Xəsarət alıblar. Yəni ciddi, qlobal bir şey yoxdur da belə deyim. Yaralıların vəziyyəti ilə bağlı dediniz. Ya ümumiyyətlə Hal-hazırda həkim nəzarəti altındadılar. Biz özümə də 1-2 saatdan bir məlumat verirlər. Hal-hazırda normaldır, şükür Allah. sığortaları var idi də onlar sizin tərəfdən. Bəli, təbii ki. Bəs bir də bir sual verin. Bəs deyirsiniz işçi səhlənkarlığı deyil. Onda belə başa düşürük ki, oradakı olan cihazlarda hər hansısa bir texniki nasazlıq olub, düzdür? Texniki nasazlığımız yoxdur. Yəni biz belə deyim də bütün o şərtlərə əməl edib və sertifikatlardır, onların vaxtında baxılmasıdır. Bunlar hamısı olunur. Yəni nə qədər də olmasa bu metal əritilir də burada. Ümumiyyətlə baxsaq, yəni adi sıçramalar olur. Adi bəzi şeylər var ki, yəni bu prosesdə o sıçramalar baş verir. Əsas odur ki, bugünkü gün salamatçılıqdır, bir ölüm itimimiz yoxdur. Bizim üçün insan canı belə deyim də hər şeydən vacibdir. Amma araşdırma aparılır. Bir də ki, bir sualım vardı, üzr istəyirəm. Bu hadisə gecə saatlarında olub? Xeyr. Axşam saat, səhv eləmirəmsə, 8-9 radələrində. Yəni iş saatlarında oldu, düzdür? Bəli. Gecə saat 11-də baş verib hadisə. Xəstələr gecə saat 11-də gəlib bax xəstəxanaya, ona görə deyirik. Hansı xəstəxanaya gəlir? Özəl təcili tibbi... Medikal klinikə və Sumqayıt Hospitala onlar hamısını... Siz onda yaxşı öyrənməmişsiniz. Sumqayıt Hospitala bizdən halım çatdırılır. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Partlayışın dəqiq səbəbləri araşdırmalar başa çatdıqdan sonra məlum olacaq. Nizami Rəsulov, Fərəd Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.